La sənə and verirəm izzəti və cəlalı və kərəmi və rəhməti və mərhəməti və məhəbbəti və bu əllər ki, sənin dərgahına qaldırmışıq. İlk əvvəl duamız İmam Zaman əleyhissalamın zührunu təcillə. İlahi, bağışlamamış bizi bu dünyadan aparma. İmanla yaşayıb, təqva ilə bu dünyadan köçməyi bizə nəsib elə. İlahi, ekran qarşısına əyləşənlər var, onlar da əllərini sənin dərgahına qaldırıblar. Onların dualarını onlardan qəbul elə. İlahi, xəstələrimizə tezdən şifaya acil nayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərini tezdən həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. İlahi və Rəbb, o kəslər ki, bizdən dua istəyirlər, bu qardaş bacılarının duaların qəbul elə. Şəhidlərimizi Kərbəla şəhidlərinə məhşur elə olan yaxınları, övladları, ailələri qəlblərinə huzur və aramlıq lazım elə inşallah. Peyğəmbər və əhl-i beytinə salavat zikirlər.